Ən təhlükəli uşaq qidaları və sən bunu bəlkə də düşünmürsən. Bunlar faydalı hesab elədiyin məhsullardır. Bal. 1 yaşdan kiçik uşaqlar üçün ölümcül təhlükəlidir. Botulizm sporları ilə körpənin bağırsağı mübarizə apara bilmir. Üzüm bütöv halda. 5 yaşa qədər uşaqlarda boğulmanın əsas səbəblərindən biridir. Forması nəfəs yolunu asanlıqla bağlayır. Uzununa 2 yerə bölmək lazımdır, eninə yox. Düyü südü və düyü lopaları. Düyü torpaqdan arsen toplayır. FDA uşaqlarda 6 yaşa qədər düyü istifadəsini məhdudlaşdırmağı tövsiyə eləyir. Qaraciyər çox miqdarda. Qaraciyərdə A vitamini çox yüksəkdir. Həftədə bir dəfə olar, amma hər gün yox. Hazır qiymə. Sən evdə kotlet hazırlayırsan, amma qiymədə onlarla heyvanın əti qarışıq olur. Yaxşı bişməzsə salmonella və bağırsaq çöpü riski var. Yer fıstığı və yer fıstığı yağı. Uşaqlarda ən güclü allergenlərdən biridir. Anafilaktik şok bir neçə dəqiqə ərzində baş verə bilər. İlk dəfə çox az miqdarda ver və 2 saat müşahidə elə.